müəllim şagirdi tərəfindən güllələnib və hadisə İdrak liseyində baş verib. İndi bəzi açıqlamalar gəlir, lisey kimindir? İdrak liseyinin rəsmi saytında onun professoru Möhsün Alışov tərəfindən 2008-ci ildə Sumqayıt şəhərində yaradıldığı, 2014-cü ildə Bakı filialının fəaliyyətə başladığı bildirilib. Bilirsiniz ki, məktəbdə, liseydə, İdrak liseyində şagird tərəfindən qadın müəllimə güllələnmişdi. Təbii ki, mən də istinad edirəm rubrika.az-a, o da Telegraf istinadən xəbər verir ki, müvafiq bölmədəki məlumatda qeyd olunur ki, liseydə ümumi orta məktəb təhsili 3 pillədən ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir. Eyni zamanda liseydə məktəbə qədər təhsil tədris olunur. Tədris 3 dildə Azərbaycan, Rus, İngilis proqramı ilə təşkil olunur. Valideynlər saat 9:30-dan 13:30-a qədər onlayn kameralar vasitəsilə sinif otaqlarını izləməyə, yəni malikdirlər, imkanına malikdirlər, şərait yaradılıb. Uşaqlar gün ərzində 2 dəfə sanitar gigiyeni qaydalara ciddi nəzarət olunan yeməkxanalarda qidalar təmin olunur. Liseyin fasiləsiz olaraq şirkət əməkdaşları tərəfindən mühafizə olunduğu deyilir. Kənar şəxslərin binaya girişi qəti qadağandır, məlumat verilib. İdrak liseyinin təsisçisi əslən Qubadlı rayonu Çərəli kəndindən olan Möhsün. Mən Möhsün dedim əvvəlcə, amma indi burada Möhsün Ədiloğlu Alışovdur.